Məsələn, deyək ki, ötən gün bir dostumuz da danışdı. Çox gözəl bir müşahidə aparıb. Hava limanlarından birində oturub təyyarəsinin uçuşunun vaxtını gözləyərkən girir orada məscidə. Məsciddə gözləyir, görür ki, onun kimi başqa müxtəlif irqlərdən olan, xalqlardan olan, ölkələrdən olan insanlar var. Azan oxunur, hamı gəlir, içlərindən bir nəfər tanınmayan bir adam gəldi, keçdi namaz qıldırmağa. Arxasındakı insanlar da o qıldırdığı namazın ayələrini hamı başa düşüb, anladığına görə də eyni ifadələri yerinə yetirib, eyni deyək ki, hərəkətləri, davranışları elədilər. Sonra da hər kəs salamını verib, namazdan çıxandan sonra ibadət üçün əlini açıb özlərinin dualarını öz ana dillərində yenə də eləyirlər. Burada problem nədir? Ərəb dilində olanda niyə problem olur və yaxud da başqa dildə olanda niyə problem olmalıdır? Sadəcə olaraq eyni dildə olan bir məsələnin müsbət tərəfi odur ki, insanları bir araya gəlib həmin eyni ifadələri işlətməklə başa düşülməsi buna haqq qazandırır, bəraət qazandırır və salam. Əsas mahiyyət bundan ibarətdir. Bir də Quran-ı Kərimdə, məsələn, İbrahim surəsində, Quranın da hər, məsələn, ərəb dilində göndərilməsinin məqsədi ərəblərin müqəddəs xalq olması ilə bağlı deyil ki, və yaxud da müqəddəslik anlayışı da yoxdur əslində. Və yaxud da onların digərlərindən üstün olması ilə bağlı deyil. Sadəcə olaraq göndərilən Peyğəmbərin onların o dildə danışması olduğunu İbrahim surəsinin 4-cü ayəsində biz öyrənirik. Yəni bu günləri Musa Peyğəmbər təsəvvür edin, Azərbaycana gəlib ivrit dilində orada danışır, keçmiş deyək ki, İbrani dilində. Azərbaycana gəlib, məsələn, ivrit dilində kitab gətirsə, bu ziddiyyət olmazmı? Bir-birinə tərslik olmazmı? Xeyr ola. Mən ivrit dilini mi öyrənməliyəm məcburam? Bu günlərimdə insanlar dilimizdə olan tərcümələri oxuyub, namazda oxunan ayələrin həqiqətən mahiyyətinin nə olduğunu başa düşüb, yenə də əslinə uyğun olaraq ibadət eləmələri bu mənim şəxsi görüşümdə daha uyğundur, daha gözəldir. Amma bir dənə şou düzəltmək üçün, güya qərbəliyi hansı dildə qılmaq üçün, qardaş deyirəm, yetər ki qıl. Hansında qılırsan qıl, yetər ki qıl. Namazı hər kəs öz dilində qıla bilərmi? Xeyr. Namaz ibadətdir. İbadətlər də təvqifidir. Yəni, necə şəriətdə gəlib, onun cür etmək lazımdır, ondan artıq eləmək olar, deyənmazsın onda. Ona görə namaz gəlib ərəbcə və o sözləri də ərəbcə oxuya bilər. Dua eləyə bilərsən öz dilində. Amma namaz, oxunan o sözlər, Quran, o yerə ərəbcə oxuna. Çünki başqa dil o ərəbcə olan mənanı tutmaq olmur. Özünüz də görürsünüz ki, hər dildə neçə dənə tərcümə var. Amma hamısının arasında fərq var. Amma ərəbcə bir dənədir. Hər bir dil istəyib ki, o mənanı tutsun, tuta bilməyib. Ona görə Quran ərəbcə oxunmalıdır, ibadətdə də təyin olunmuş yerlərdə ərəbcə məhz, ərəbcə o surələr ərəbcə oxunmalıdır. Və salam.